Çay Azərbaycanda sadəcə içki deyil, həm də bir ritualdır. Amma bu hekayə minlərlə kilometr uzaqda Çində başlayır. Əfsanəyə görə İramızdan əvvəl 2737-ci ildə İmperator Shen Nungun qaynar suyuna təsadüfən çay yarpağı düşür və bu, indiki çay ənənəsinin başlamasına təkan verir. Tarixi mənbələr göstərir ki, çay ilk dəfə Çində dərman və tonik kimi istifadə olunub. Daha sonra Tang və Song dövrlərində gündəlik içkiyə çevrilib, İpək yolu vasitəsilə Orta Asiyaya, oradan isə Qafqaza yayılıb. Azərbaycana çay əsasən 19-cu əsrdə İran və Rusiya ticarət əlaqələri ilə daxil olub. Lənkəran-Astara bölgəsinin rütubətli subtropik iqlimi çay bitkisi üçün uyğun olduğuna görə burada plantasiyalar salınıb və 20-ci əsrdə yerli çayçılıq formalaşıb. Bioloji baxımdan çay Camellia sinensis yarpaqlarından hazırlanır. Qara, yaşıl və olong çay eyni bitkidəndir. Fərq fermentasiya səviyyəsindədir. Yaşıl çay daha az oksidləşdiyi üçün katekinlər baxımından zəngindir. Bu maddələr güclü antioksidantdır və hüceyrələri oksidativ stressdən qoruya bilər. Harvard və digər tədqiqat mərkəzlərinin müşahidə araşdırmaları göstərir ki, müntəzəm çay qəbulu ürək-damar riskini azalda bilər. Çayın tərkibindəki L-teanin maddəsi kofeinlə birlikdə diqqəti artırır, amma qəhvədəki kimi kəskin həyəcan yaratmır. Digər tərəfdən, çayın tərkibindəki taninlər dəmirin sorulmasını azalda bilər. Xüsusilə dəmir çatışmazlığı olan insanlara yeməklə birlikdə çox tünd çay tövsiyə edilmir. Həddindən artıq kofein isə yuxusuzluq, ürək döyüntüsü və mədə turşuluğu yarada bilər. Şəkərli çay isə artıq sağlamlıq risklərini artırır. Azərbaycanda çay süfrəsi sosial institut kimidir. Çayxanalar müzakirə məkanı, evdə isə qonaqpərvərliyin simvoludur. Armudu stəkanın dar boğazı istiliyi qoruyur və aromanı cəmləyir. Mürəbbə ilə içmə ənənəsi isə şəkəri birbaşa çaya qatmadan dad balansı yaratmağa imkan verir.